Son dəqiqə Bakı-Tbilisi qatarı ilə bağlı mühüm xəbər, tarix və dayanacaqlar açıqlandı. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyəti arasında əldə olunmuş ilkin razılaşmaya əsasən qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 8:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu barədə reporta Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmir Yol Vağzalında dayanacaq veriləcək. Azərbaycan Dəmir Yollarından bildirilib ki, ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.